Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Vessalatu vesselamu ala Resulillahil Emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin el-masumin el-mukerremin. Usikum ve nefsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Keçən dəfə dedik ki, bu məclislərdə, xutbələrdə ən mühüm məsələ Allahı yad etmək, nəyisə öyrənməklə yanaşı, bunların hamısından vacib olan məsələ insanlara lazım olan sözü danışmaqdır. Bugün nəyə ehtiyac var, onu müəyyən eləməkdir. Zamanın tələblərinə diqqət eləmək mühüm məsələdir, ən vacib məsələlərdən biridir. Günümüzün ehtiyacları nədir, hansı mövzular əsasdır, o barədə danışmaqdır. Bugün ən vacib məsələ xutbələrdə düz danışmaq deyil, çünki düz danışmaq təbii məsələdir. Hamı düz danışır, hamı hədis deyir, ayə deyir. Bundan önəmli olan nə lazımdır bu düz sözlərin içindən, onu seçib danışmaq. Həm fərdi, həm ictimai baxımdan vacib olan məsələlərə toxunmaq. Bu istər moizə mövzusuna aid olan məsələdir, istərsə ümumiyyətlə insanın həyatında hər sahəyə aid eləmək olar bu məsələni. Yəni insan həyatda öz vəzifəsini bilməlidir. Mömin insan, vəzifə nədən ibarətdir? Bugün ən yaxşı iş hansıdır? Yaxşılar içindən daha yaxşısını seçmək. O mənim üzərimə düşür, o mənim boynuma düşür. Şeytan insanı günaha sala bilməyəndə, bilirsiniz neynir? Şeytan insanı günaha sala bilməyəndə əhəmiyyəti az olan yaxşı işlərə dəvət edir. İki yaxşı işdən hansının əhəmiyyəti daha azdır, ona dəvət edir insanı. Mühüm məsələ qalır kənarda. Zahirən bu yaxşı iş görür, amma vacib olan yaxşı işi görmür. Mühüm məsələ qalır, əhəmiyyəti az olan məsələni eləyir. Şeytan təkcə günaha salmır insanları. Bəzən iki yaxşının içində hansı daha yaxşıdır, onu seçməyə mane olur. Əhəmiyyəti az olan məsələyə diqqəti yönəldir və o şəkildə insanları azdırır. Bəzən biz bəzi məsələləri yaxşı olduğuna, yaxud vacib olduğuna görə yox, ürəyimiz istəyir deyə eləyirik. Çox xeyriyyəçi insanlar var ki, pullarını haqq yolunda xərcləyirlər, amma hara lazımdır ora yox, ürəyi hara istəyir ora. Bu, mühüm məsələdir, mühüm mövzudur. Bu insanı şeytanın azdıra biləcəyi ən təsirli vasitələrdən biridir. Ona görə də bugün bizim kimi insanların vəzifəsi budur ki, ürəyimiz istəyən sözü buradan danışaq. Cəmaata müəyyən eləyək, nə lazımdır, onu danışaq. Bu çox mühüm məsələdir. Qiyamətdə Allah bəzi insanları qınayır. O insan cavab verir ki, ilahi, mən günah eləməmişəm axı. Cavab verilir ki, sən günah eləməmsən, əhəmiyyəti az olan işi daha üstünündən üstün tutmusan. Çünki ürəyin belə istəyib. Bu kifayətdir insanın qınanmağı üçün. Zamanın nəbzini tutmaq dindar üçün, inanclı insan üçün mühüm məsələdir.
Bugün günümüzdə mənə bir fərd olaraq yaşadığım cəmiyyətə və ümumən bəşəriyyətə nə lazımdır? Bunu müəyyən eləmək çox vacib məsələdir. Yadınızdadırsa bu bir müqəddimə idi. Ondan sonra nə dedi? Mən elə düşünürəm ki, bizim mövzumuz, bugünkü mövzumuz çox ağırdır, biraz çətindir mənim nəzərimcə. Ona görə də mən xahiş edirəm ki, diqqətli olasınız ki, mən rahat, aram fikrimi çatdıra bilim sizə. Bu müqəddimədən gəldik, keçən dəfə yadınızdadırsa bu məsələyə ki, Aşura bugün ən aktual mövzulardan biridir, İmam Hüseynin Kərbəlası. Ən prioritet mövzulardan biri dini mövzular içində Aşura, Kərbəla mövzusudur. Bizim gələcəyimiz Aşura ilə bağlıdır. İmam Zaman ağaya müntəqim deyirik, müntəqim intiqam alan deməkdir. Və bunu bəziləri səthi mənada başa düşür ki, elə bir kəsin babasını öldürüblər, gəlib burada intiqam alır. Axı, keçən dəfə dedim, kimdən intiqam alsın ki, babasını öldürənlər də yoxdur indi. Burada söhbət o dəyərləri bərqərar eləməkdən gedir. Gələcək hədis buyurur ki, Kərbəla ilə bağlıdır. Kərbəlanın dəyərlərini gətirəcək. İmam Zamanın ilk şuarı İmam Hüseyin olacaq. Niyə İmam Hüseyinlə başlayacaq? Bax, bu maraqlı məsələdir. Niyə Kərbəlaya istinad eləyib hərəkatın başlayacaq? Nə sir var burada? Bugün növbə İmam Hüseynə gəlib çatıb. Bunu tam məsuliyyətlə deyə bilərik. Növbə İmam Hüseynə gəlib çatıb. Növbə Kərbəla mövzusuna gəlib çatıb. Həm ictimai baxımdan məsələlərə baxsaq, həm fərdi baxımdan Allaha getmək yolumuzu ən qısa eləyən, asanlaşdıran vasitə İmam Hüseyin əleyhissalamdır. Biz Allaha daha tez çatdıran və bəşəriyyətə nicat verəcək ən vacib əqidə Kərbəla əqidəsidir. Keçən dəfə bir hədis dedim. Peyğəmbərimіздəndir bu hədis. İnnə li qətlil Hüseyn hərarətən fi qulubil müminin la təbrədu əbəda. Buyurur ki, Hüseynin şəhadəti ilə, qətlə yetirilməsi ilə Peyğəmbər buyurur, möminlərin qəlbində bir odyandır, hərarət ki, qiyamətə qədər, yəni heç vaxt, əbədiyyətə qədər sönməyəcək. Bundan nə nəticə çıxartdıq? Bundan bu nəticəni çıxartdıq ki, Kərbəla hadisəsinin fitrətlə əlaqəsi var. Çünki bu hərarət qəlbdədir buyurur. Fitrət nə deməkdir? Fitrət dedik, ruhun binasıdır. Allah ruhu yaradanda elə bil ki, belə deyək, yoğurub onu tohid əsasında yoğurub. Dini inancın əsas təməlləri ruhun dərinliyindədir. Dinin özəlliyi bundadır. Din içlə həmahəngdir. Allah bizi tohid fitrət əsasında yaradıb və o tohid fitrətinin içində Kərbəla yer alıb. Və bu çox mühüm məsələdir. Bunun üzərində düşünməyinizi xahiş edirəm. Hüseyin bəlkə yeganə adamdır ki, onu tanımadan ona yanmaq olur. Bilirsiniz niyə? Çünki o içəriyə tanış mövzudur. Fitrət bundan yoğrulub. Buna dəlil istəyirsiniz, mən nə nəzəri dəlil gətirim? Deyir, görünən kəndən nə bələdsi, özünüz dəlilsiz buna. Özünüz dəlilsiz, kifayət qədər tutarlı dəlilsiz. Həyatınızda heç kəsə Hüseyin qədər ağlamamsınız. Bunu təsdiq eləyə bilərsiniz. Heç bir məzluma da bu qədər ağlamamsınız. Burada məsələ məzlumiyyət məsələsidir. Kiminsə kimisə öldürməsi məsələsidir. Hüseyin içimizin səsidir. Hamımıza doğma olan bir səsdir. Mən görürəm, gənc oğlandır, gəlir, mən çox da təcrübə, nəyimiz də olmasa təcrübəmiz var. Görürsən, bu birinci ildir namaza gəlib. Gəlib oturur, danışırsan, ağlayır. Heç bilmir İmam Hüseyin kimdir. Tanış gəlir ona. Bilmir İmam Hüseyin əleyhissalam kimdir. Dəqiq bilirəm, bilmir. Desən, biraz İmam Hüseyinlə danış, heç nə danışa bilməz. Amma Hüseyin deyirsən, gözündən yaş gəlir, həmin
cəddimiz Adəm əleyhissalam kimi o hadisəni keçən dəfə danışdım, onda rəmz var. Allah nəyisə demək istəyir. Biz bəzi hadisələri danışıb üstündən keçirik, amma bir dəqiqə dayansaq, deyir Adəm 5 nəfərə Allaha and verdi. 5-ciyə çatanda ağladı və sonra soruşdu bu kimdir? Tanımadan ağladı. Sonra soruşdu ki bu kimdir? Dedilər filan kəsdir. Deməli bunun içində Adəm, yəni insan, insanın fitrətində Hüseyn var. Hüseyn qəlbdədir. İnsan yarananda Hüseynlə doğulur, Kərbəla ilə doğulur. Bu mənim zövqümə uyğun bəhsdir. Mən elə düşünürəm ki, əsaslı bir bəhsdir. Yəni mən sizin diqqətinizi Kərbəlaya cəlb eləmək üçün nəuzubillah özümdən uydurmamışam ki, belə deyək ki, daha təsirli olsun. Bunun əsasları var. Bunu düşünsə görərik. Fitrətlə qarışıqdır. Ona görə buyurur, la təbradu əbəda. Peyğəmbər buyurur, bu od heç vaxt sönməz. Çünki fitrət əbədidir. Fitrət əbədidir. Fitrətin sonu yoxdur ki. Hüseyn fitrətlə əlaqəlidir. Bu aydın. Buna indi yenə də qayıdarıq. İnşallah. Amma iki şey demək istəyirəm mən. İki şey, biri budur ki, ümumiyyətlə yaşadığımız zamanın fitrətlə nə əlaqəsi var? Həmin o ruhla, fitrətlə. İkincisi budur ki, fitrətin İmam Hüseynlə nə əlaqəsi var? Bunu bugün aydınlaşdırmağa çalışaq. Bu bugünkü sözümüzün mövzusu budur. Yaşadığımız zamanın fitrətlə nə əlaqəsi var? Birinci sual. İkinci sual budur ki, fitrətin İmam Hüseynlə nə əlaqəsi var? Mən iddia edirəm, bax bu minbərdən, bu tribunadan ki, bu zaman fitrətə qayıdış zamanıdır. Bəşəriyyətin indiki durumunu xarakterizə eləmək istəsək ki, bəşəriyyət hansı vəziyyətdədir? Mənim cavabım budur ki, bəşəriyyət istəyir fitrətə qayıtsın. Bu mənim cavabımdır. Kim də istəsə mübahisə də eləyə bilərik. Bəşəriyyət öz fitrətinə qayıtmaq yolunu tutub. Niyə görə? Nədən bunu götürdü? Hansı dəlillə əsasən? O dəlillə əsasən ki, əvvəl gərək fərdi cəhətdən məsələyə baxaq. Bir insan, cəmiyyəti qoyaq, bəşəriyyəti qoyaq kənara. Bir insan nə vaxt fitrətə qayıdır? Bəla ilə qarşılaşan vaxt. Bəla ilə qarşılaşan vaxt insan fitrətə yönəlir. İnsan bəlaya düçar olanda, yaxud dalana dirənəndə ki, da yol yoxdur, məğrurluq aradan gedir, içəridə olan fitrətə yönəlir, özünə qayıdır. Bəlaların fəlsəfəsi bundan başqa bir şeydir. Allah bəlanı bunun üçün göndərir. Ləalləhum yətəzərrəun ki, bəlkə nalə eləyib o içəridəki səsi, fitrətin səsini eşidərlər. Əli hər yerdən üzülən vaxt insan içinin səsinə qulaq asmağa başlayır. Allahı sübut eləməyin nə qədər yolu var? Biri gəldi İmam Sadiq əleyhissalamdan soruşdu, kafir idi, dinsiz. Dedi, mənə Allahı sübut elə. İmamlar çox söz danışıb Allahı sübut eləmək üçün. Təbiətdən misal çəkiblər, göydən, yerdən, nizam, intizamdan bir çox misallar çəkiblər. Amma bundan başqa məntiqlə danışdı. Dedi, olub ki, gəmidə gedəsən, gəmi qəzaya uğraya, az qalsın, batsın. Belə bir vəziyyət olub ki, görmüsən ki, da çıxış yolu yoxdur, deyir, olub. Bəlkə də imamət elmi ilə bilirdi ki, olub. Deyir, heç o məqamda içindən bir səs gəldi ki, bir qüdrətə sığın, ondan kömək istə, dedi, bəli, olub. Deyir, bax, o qüdrətin adı Allahdır, sadə yolla. O qüdrətin adı Allahdır. O qüdrət içəridədir, onu bəzən başqa səslər Allahı çağırmaq səsini içəridə batırır, bəla ki gəldi, hər şey gözdən düşdü, o səsi eşitməyə başlayır insan. İnsan bəlaya düşəndə şəhvətin səsi batır, həvəslərin səsi batır. Elə ki, bütün səslər batdı, o tövhid nidasını insan eşitmək istəyir, eşidir. Bu içərdən gələn nidadır, daxildən. Bu bir tək adamın fitrətə qayıdışı. Bəs bəşəriyyət də mənim fikrimcə həmin vəziyyətdədir. Bəşəriyyət dalana dirənmiş durumdadır. Düzdür, bu bugün tam aydınlığı ilə hiss olunmur, amma bəsirətli insanlar bunu başa düşür artıq. Qərbin özündə də başa düşürlər. Bəşəriyyət gəlib dalana dirənib və təzə söz deyən yoxdur, problem bundadır. Böhranlar çox olub tarixdə.
Böhran olub, böhran olanda yeni ideya doğulub, insanlar o ideyanın dalınca gediblər. Sonra o dalana dirənib, yeni ideya doğulub, onun dalınca gediblər. İndinin problemi nədir? Problem budur ki, böhran var, amma ideya yoxdur. Problem bundadır. Böhran var, da söz deməyə təzə söz qalmayıb. Ən sonuncu əqidə liberalizmdirsə, qərbin liberalizmi, ki, son əqidədir. Neçə 100 ildir də təzə söz ortaya qoya bilmirlər, heç kəs qoya bilmir. Da liberalizmdən sonra təzə ideya doğula bilmir. Bu vədəni hədislər bizə verib, hədislər. İmamlar buyurub, İmam Sadiq buyurub ki, bütün məktəblər gəlib öz sözünü deyəcək, sözləri qutaranda bizim məktəbimiz gəlib son sözü deyəcək. Söz qutaranda, söz bitəndə. Bugün ideoloji böhran yaşayır bəşəriyyət, problem bundadır. Mən uzun uzadı bəhslər açmaq istəmirəm. Niyə? Keçmişdə danışmışıq, siz gəncsiniz, çoxlarınız, elə ağsaqqallarımız da var, ziyalı insanlar əksəriyyət bu məsciddə olanlar. Mən belə bilirəm ki, ya dərs oxuyanlardır, ya təhsil almış insanlardır. Gedin özünüz araşdırın və bir elmi məclis olsa, mən elə bilirəm ki, siz mənim bu sözümə məndən çox dəlil gətirə bilərsiniz ki, niyə bəşəriyyət bugün böhran içindədir? 17-ci, 18-ci əsrlərdən bu yana Avropa fəlsəfəsi həqiqət axtarışından imtina eləyib. O gündən ki, dedilər, həqiqət hər adamın öz başa düşdüyüdür. Artıq əxlaqlı, əxlaqsız anlayışları mənasını itirdi. Bugün onun ən qabarıq təzahürünü görürük. Bugün məsələn qərbdə bir insanı zərərli vərdişə görə, siqaret çəkməyə görə daha çox qınayırlar, ən pozğun əxlaqsızlığa görə qınayan yoxdur. Çünki əxlaq nisbi olub. Əxlaq nisbi olub. Və bu təkcə nəzəri sferada özünü göstərmir. İnsan praktiki baxımdan artıq öz üzərində bu boşluğu hiss eləyib. Gedin soruşun, qərblilərin özü də deyir ki, bizim cəmiyyətlərdə insan tənhalaşıb, insan yorulub. Bu təhmil edilən bütlərdən yorulub, bezib, usanıb. Artıq insanı nə ilənsə məşğul eləmək olmur, allatmaq olmur, şəhvətlə qane eləmək olmur, maraq yoxdur, bir məyusluq çöküb qəlblərə. Bu tam açıq göstərmir özünü ki, baxan kimi bilək. Zahirən hiss olunmur. Uzaqdan baxırsan, rifah görürsən, azadlıq görürsən, nizam-intizam görürsən, səliqə, səhman görürsən, uzaqdan baxanda. Lap gedib içində də bunu görürsən, amma diqqətlə baxanda qaranlıq görünür. Söhbət heç əxlaqsızlıqdan getmir. Biz qərbi tənqid eləyəndə onun əxlaqsızlığına görə tənqid eləmirik. Əxlaqsızlıq həmişə olub, keçmişdə də olub. Müsəlman cəmiyyətlərində də belə deyək ki, az deyil. O həddə olmasa da az deyil. Ciddi məsələlər var, daha ciddi məsələlər var ki, vaxt qoyun, araşdırın, o məsələləri siz üzə çıxardın. Onların əsərlərini oxuyun, özlərinin dediyi sözləri oxuyun, biraz düşünün, İslamın dediyinə baxın, özünüz müəyyən eləyin. Mən də bu mövzunun üstündə dayanmaq istəmirəm. Necə bir insan böhrana düşəndə, fitrətə qayıdırsa, bəşəriyyət bugün ağır bir böhran keçirdir. Ağır bir bəlaya düçar olub. Ona görə də fitrətin səsi eşidilməyə başlayır. İnsan ən az onu eşitmək istəyir. Zaman çatıb ki, bəşəriyyət fitrətə qayıtsın, ən münasib zamandır. Çünki yolunu itirib, yol təklif eləyən də yoxdur. Bu, dalana dirənməkdir. O zaman çatıb və bugün bəşəriyyətin özünə qayıdış dövrüdür. Yaxşı, fitrətə bəşəriyyət qayıtmalıdırsa, niyə Hüseynlə başlasın? Niyə Hüseynə qayıtsın? Axı, fitrət təkcə Hüseyn deyil. İcazə verin, mən çox istəyirəm, vaxtınızı almayam. Fitrətin nə olduğunu bir dənə qısa sizə izah eləyim ki, bilənlər bilir, bilməyənlər də bilsinlər. Fitrət deyəndə biz nəyi nəzərdə tuturuq? Biraz elmi, fəlsəfi anlayışları gətirək, sadə dildə başa salaq. Çünki bu məclisdə savadlı adamlarla yanaşı, savadsız da ola bilər, yaşlı adam da ola bilər, təhsil görən də ola bilər, görməyən də. Ona görə mən elmi dildə yox, sadə dildə danışım. Başa düşən onsuz da başa düşür, düşməyənlərə də aydın olsun, tam bəlli olsun. Bu bir fəlsəfi, irfani məsələdir ki, istəyirəm onu sadə
xalq dilində, öz dilimizdə izah eləyək. Allah istəyir bir məxluq yaratsın, bir varlıq yaratsın ki, Allahın varlığından ən çox bəhrəni o apara bilsin. Ümumiyyətlə, Allah hər şeyi niyə yaradıb? Ariflər və fəlsəfə belə cavab verir, İslam fəlsəfəsi. Allah niyə yaradıb? Allah istəyib öz vücudundan başqalarına feyz versin, başqalarını faydalandırsın. Heç nə yaratmazsa, heç kəs Allahdan faydalana bilməz. Allah fayda çatdırmaq üçün məxluq yaradıb. Elə bir ki, bir alimdir, dərsi niyə deyir? Təmənnasız cəmaata dərs deyir. Ne üçün? Bu alimdir, elmindən kimisə faydalandırmaq üçün dərs keçir. Allah da yaratmağa başladı. Niyə? Əsas cavab budur ki, istəyir Allahlığından başqaları xeyir götürə bilsin, feyz bəxş eləsin varlıqlara. Aydındır da bu məsələ. Çətin bir şey yoxdur. Və bütün yaratdıqları içində, belə deyək də sadə dilinlə, oturdu, fikirləşdi, hərçənd ki, Allah fikirləşməz. Ki, elə bir məxluq yaradım ki, mənim varlığımdan ən çox faydanı aparsın, ən çox faydalansın, faydalana bilən varlıq yaradım ki, başqalarından daha çox faydalansın. Bu mələklər deyir. Niyə mələklər deyil? Çünki mələklərin seçimi yoxdur. İxtiyar yoxdur. Ancaq yaxşı ola bilərlər. Pis olamaq imkanları yoxdur. Mələklərdə içəridə mübarizə yoxdur. Təbii ki, bir varlıq ki, ixtiyarı var Allaha tərəf getməyə, öz ixtiyarı ilə Allaha tərəf gedə, bunun qiyməti çoxdur və bunun Allahdan faydası da çox olacaq. Ona görə düşündü ki, insan yaradım. Ki, öz ixtiyarı ilə imkanı var idi burada oturanların, bugün burada oturmasınlar, getsinlər, min cür yerlər var, orada olsunlar, bura gəliblər. İxtiyar var deyə fayda da çoxdur. Öz ixtiyarı ilə gəlib. Allah istədi ki, bir varlıq yaratsın ki, ixtiyar sahibi olsun, amma özü öz iradəsi ilə Allaha tərəf getsin. Bu varlığın adı oldu insan. İndi bu necə varlıq olmalıdır? İnsan necə varlıq olmalıdır? Bunun içində gərək həm yaxşılıqlara meyl olsun, həm pisliklərə. Elə də ki, bu seçə bilsin də. Həm yaxşılıqlara meyl olsun, həm pisliklərə. Çünki ancaq yaxşılıqlara meyl olsa, mələk kimidir. Ancaq pisliklərə meyl olsa, onda yaxşı olmaq imkanı yoxdur. Deməli, bunun içində həm yaxşılıqlara meyl olmalıdır, həm pisliklərə meyl olmalıdır. Sual budur, hansına daha çox meyl var insanın içində? Xahiş edirəm, diqqət eləyəsiniz. Hansına meyl daha çoxdur? Bu meyllər bərabər olsa, yaxşıya da pisə də eyni dərəcədədir. Onda insan sərgərdan qalır, heyran qalır ki, yaxşıya da çağırır, pisə də eyni səviyyədə. İnsan hansına tərəf gedim istixarə eləyim. Çünki ayırt eləyə bilmir. Eyni dərəcədədir. İkisi də eyni güclə çəkir insanı. Bu heyrət gətirər, heyranlıq gətirər. Bu mümkündür. Əgər yaxşılıqlara meyl pisliklərdən çox olsa, təbii ki, rahat gedər yaxşılıqlara tərəf. O da qiymət verməz insana. Rahat gedər yaxşılıqlara tərəf. Bu güclüdür də, güclü daha tez çəkir insanı. Yaxşılığa meyl pisliklərdən çox olsa, rahat gedər, o da yol deyil. Pisliyə meyl yaxşılıqdan daha çox olsa nə olar? Onda da pisliyə gedər. Allah qiyamətdə soruşanda deyək ki, bu yaxşılıqlara meyl zəif idi. Gücü çatmırdı mən aparsın, mən neynim? Bunlar güclü idi. Allah oturdu, Allahın işi belə deyək də çətinə düşdü. Allah düşündü ki, necə eləyək ki, bu həm ixtiyarla olsun, içində həm yaxşılığa meyl olsun, həm pisliyə meyl olsun və yaxşılığı iradə ilə seçsin, belə bir şey, nəticə belə hasil oldu. Allah insanların yaxşılıqlara meylini daha güclü eləyib, amma daha dərinlikdədir, üzdədir. Pisliklərə meylini daha zəif eləyib, amma daha üzdədir, dərhal hiss olunandır. Yaxşılıqlara meyl ruhun dərinliyindədir, amma güclüdür. Pisliklərə meyl ruhun üzündədir, amma zəifdir.
Birinci nədir? İnsan dünyaya gələndən yemək, içmək, gəzmək. Bu istəklər üzdədir. Sübut eləməyə ehtiyac yoxdur. Axtarıb tapmağa ehtiyac yoxdur. Bu oldu insan. İçində yaxşılıqlara da meyl var, pisliklərə də. Yaxşılıqlara meyl dərinlikdədir, pisliklərə meyl üzdədir. Bu oldu insan. Və bu insanın vəzifəsi nədir? Bu insanın vəzifəsi budur ki, o içəridə olan yaxşılıqlara meyli ki, dərinlikdədir, onu üzə çıxartsın. Bax, din bunun üçün gəlib. Din bunun üçün gəlib. Dini buna görə göndəriblər. Ki, içəridə olan o istəkləri üzə çıxartsın. Peyğəmbərlərin işi budur. Hədisdə var ki, insanlar qızıl və gümüş mədəni kimi mədənlərdir. Yəni, insanın dəyərində xəzinələr var. Peyğəmbər gəlib qazır, onu çıxardır üzə. Peyğəmbərin bir sözü var ki, iç və baş vur, içində çox qiymətli şeylər var. Düzdür, hiss eləmirsən, səsini eşitmirsən. Amma səsini batıran şeylərin səsini kəs, onu üzə çıxardacaqsan. Zəkkir, innəkə əntə müzəkkir. Allah Peyğəmbər nə deyir? Sən xatırlat, çünki sən xatırladansan. Nəyi? Onlara dinən ki, sözdə səs var, ona qulaq asın. Tanış sözlər danışır onlara. Qiyamət günündə insan desə ki, mən haqqa tərəf getmədim, çünki üzdə olan istəklər məni özünə tərəf çəkdi. Allah deyəcək, axı, özün hiss edirdin ki, naaramsan, aramlığın yoxdur. Niyə təbiətdə ilişdin qaldın, gözü kör elədin, qəlb gözü? Sən axı qərar tapa bilmirdin. Dərində istəklər var. O istəkləri üzə çıxartmağa, o istəklərin adına fitrət deyirlər. O dərində olan istəklər var, fəzilətlərə meyillər. Onun adına fitrət deyirlər. İnsan özündən soruşsa ki, mən nə istəyirəm? İki dənə səs var. Bir üzdə olan səsdir. Onlar elə bir ki, məsələn, insanı təsəvvür eləyir. Məsələn, özünə müraciətini belə ki, bir auditoriya müraciət eləyir. Qabaqda oturanlar var. Bir də laf arxada biri var. Soruşan kimi nə istəyirsən, o qabaqda oturanlar tez səs-küy salır ki, mən şəhvət istəyirəm, mən filan şey istəyirəm, mən filan şey istəyirəm. O qabaqda oturanların səsi çox onlar qışqırırlar. Amma arxadan biri də deyir ki, mən Allahı istəyirəm, mən fəzilətləri istəyirəm. İnsanın həqiqi məni hansıdır? O arxada olan həqiqi mənidir. Bu heyvani məndir. Bu üzdə olan məndir. Bu həqiqətdir. İnsanın vəzifəsi budur ki, arxadakı səsi eşidə bilsin. Onu müəyyən eləyə bilsin. İnsanın içində bir yer var ki, Peyğəmbər istəyir, Allah istəyir, cənnət istəyir, fəzilətlərin hamısını istəyir. Onun adına fitrət deyirlər. Bax, o içəri daxili hissənin adına fitrət deyirlər. Bir dənə məsələ var ki, o dərindədir, gizdindədir. Peyğəmbərlər gəlib onu üzə çıxartsınlar. Quran nədir, din nədir? Din həmin o içəridə olan səsin çöldə təzahürüdür. Quran ayələri var. O içəridə olan həqiqəti yazı halına salırsan, olur Quran. İçəridəki həqiqətləri. İnnəllaha alə kulli şeyin qədir. Quran ayəsidir. Allah hər şeyə qadirdir. Diqqətlə qulaq as, içində bir səs var, deyir ki, qüdrətli bir məbud var. O sözün tərcüməsi olur Quran. O səsin tərcüməsi olur Quran. Üzə çıxarılanda olur Quran. Quranda olan bütün ayələrin qaynağı qəlbin içindədir. Daxildədir, içərdədir. Namazda deyirik, Elhamdülillah Rabbil aləmin, bu Quran ayəsidir. İçəridə bir səs var, Allahı tərifləyir. Ki, o tərifə layiqdir. Namaz qəlbin sözüdür. Gedirik, deyir, Subhanə Rabbiyəl azimi və bihamdih. Ruhun içində fitrət bunu deyir ki, həqiqətən mənim Rəbbim əzəmətlidir. İnsan bir əzəmətli varlığın, həqiqətin varlığına etiqadla dünyaya gəlir. O xəzinəni üzə çıxart, hamınıza tanış hədisdir, deyim təzdən eşidin. Mən ərəfə nəfsəhu fəqəd ərəfə Rəbbəh. Kim özünü tanısa, Rəbbini tanıyar. Bax, bu mənadadır. O içərini üzə çıxart, o səsləri eşit, görəcəksən ki, Allah sənin içindəymiş, içində. Çöldə axtarma Allahı. Allah hər yerdədir. Şübhəsiz hər yerdədir. Hər yerdədir, amma ən çox nidası insanın ruhunda eşidilir. O qəlbdən, o fitrəti üzə çıxart, gör,
Nə gözəldir yaşamaq. Gör insan nə qədər əzəmətlidir. And olsun Allaha, insan içərisinə baş vursa, o istəkləri üzə çıxartsa, Allaha and olsun ki, cənnət dayağının altında qalır. Bütün mələklər qalır. Cəbrail əleyhissalam qalır. Bütün mələkləri vurur, qalxır yuxarı. Bütün varlıq aləmi ayağının altında qalır. İnsanın belə əzəmətli ruhu var. Onun içini seyr eləsən belədir. Əllamə Təbətəbai deyir. Bu deyənməsən ki, əşi, cahil adam danışır. Əllamə Təbətəbaiyə kim cürət eləyər bu sözü desin? Əllamə Təbətəbai deyir ki, filan məsciddə ibadət eləyirdim, cənnətin neymətlərini Allah göndərdi. Cənnət varlıqları gəldi, mənə əhatə elədilər. Əlində piyalə cənnət içkilərindən gətirmişdilər. Mənə də ustadın demişdi ki, bu şeylərə meyl eləmə çox. Deyim, mən onlara naz eləyirəm, onlar mənim dövrəmi fırlanır. Etinasız oldum, axırda getdilər, deyir. Axırda gedəndə məyus mənə baxdı, deyir, ürəyim biraz narahat oldu. Ona indi işi gücü qutarıb cənnət varlıqlarının dərdini çəkir ki, onun ürəyini sındırdın. Bu bizim kimi insandır. Sadəcə içərdə olan o səsi tapıb, mən nə istəyirəm sualı. Mən nə istəyirəm deyəndə dərhal üzdə olan cavablara qulaq asma. Get tap gör doğrudan nə istəyirsən, içərdə nə istəyirsən. Onu insan tapanda çox böyük məqama gedir, çatır. Ona görə deyiblər, günün bir saatını heç olmasa özünüzlə, tək tənhalıqda öz içinizə baş vurmaqla keçirdin. Günün 24 saatdan bir saatını özünüzə ayırın. Özünüzdən vaxt alın. Oturun, öz içinizə baxın. O azdan başlayır, sonra yavaş-yavaş çoxalır. Adam var ki, Ayətullah Behçətin oğlu deyirdi ki, mənim atamı mən həmişə çağırırdım. Ata mənə cavab verəndə hiss eləyirdim ki, o başqa aləmlə tez qayıtdı bura, işıq surəti ilə. Mənim cavabımı verdi, mənlə danışdı, təzdən getdi. Bir başqa aləmdə yaşayır insan. Amma insanları tərk eləmir. Cəmaatla alverdə eləyir, ticarət eləyir, toya da gedir, yasa da gedir, amma içindədir, seyr eləyir ruh aləmində. Həmin o səsləri müəyyən eləyib özünü, özünü tanıyıb. Allahı içərdə axtaraq, içimizdə axtaraq. Allah, sözün qısası, Allah insanı bir fitrətlə təmin eləyib. İnsanın həqiqi məni odur. O içərdə olan fəzilətlərə meyldir. O meylin adına fitrət deyirlər. Dinin məqsədi o fitrəti üzə çıxartmaqdır. Bilirsiniz, qərbdə cəmaatı necə alladıblar? Onlar da deyir, özün ol. Özün ol, nə istəyirsən onu elə. Əslində din də deyir, nə istəyirsən onu elə. Elə bilirsiniz, din bunu demir. Vallah din bunu deyir ki, nə istəyirsən onu elə. Amma baxır, hansı hiss nə istəyir? Sənin həqiqətin var, o içərində olan o ruh var, o fitrət var. Bax gör, o nə istəyir onu elə. Bu heyvanı mən deyən eləmə. Bu yemək istəyir, şəhvət istəyir. Mən hansıdır bunlardan? Dinlə qərb dəyərləri arasında bir fərq var. Qərb dəyərləri deyir, üzdə olan istəklərin nədir onu elə? Özün kimi ol. Din deyir ki, içərdə olan istəkləri tap, onda görəcəksən ki, yox, sən başqa şeylər istəyirsən. Sən itayət istəyirsən, odur ki, istədiyi elə. Sən itayət istəyirsən, ona görə dindir istədiyi elə. Amma o içərdə olan istəkləri müəyyən eləyib üzə çıxart. Nə istəyirsən elə, bu mənadadır. Onların namərdliyi bunda oldu ki, bu üzdə olan məni qabartdılar. Bütün texniki vasitələri ilə, bütün imkanları ilə bunu qabartdılar. Dedilər, ay insan, sən busan, onda səmimi yaşa da, bunu istəmirsən, ged elə də. Amma din, dedi, o içərdə olanı aşkar elə. Sözümün sonudur. Bunun İmam Hüseynlə nə əlaqəsi? Bütün bu deyilənlərin. Bəşəriyyət fitrətə qayıdır. Sözümün, yəni burasını başa sala bilsəm, mövzu elə bu idi ki, gəlib indi üstünə çıxır. Bunun İmam Hüseynlə nə əlaqəsi var? Deyirik, bəşəriyyət fitrətə qayıdır. Niyə fitrətə İmam Hüseyn vasitəsilə qayıtmalıdır? Cavab budur ki, İmam Hüseyn Kərbəlada bir səhnə yaratdı. Qanlı səhnədir. Bu səhnənin bir özəlliyi var. İmam Hüseyn içəridə olanı üzə çıxartdı, səhnələşdirdi. Qəribə bir şeydir bu. İçəridə ki, nə proses baş verir, onu üzə çıxartdı, meydanda göstərdi. Bir fitrətin səsi İmam Hüseyn özü kənarda, içəri çıxardaq çölə. Bir də üzdə olan istəklər, o da Yezid qoşunu. İçərdə olanı çıxartdı, meydanda göstərdi.
Hüseyn əməliyyat keçirdir Kərbəlada. Fitrəti üzə çıxartmaq əməliyyatıdır bu. Hüseynin səsi var ki, həl min nasirin yansuruni, mənə kömək eləyin. O, bütün insanların içində olan fitrətin səsidir ki, məni şəhvətin əsarətindən kim azad edirlər? Şəhvət məni öldürür. Nəfs məni öldürür. İmam Hüseyn meydanda danışanda orada olanların hamısının içindəki səslə həmahəng idi onun səsi. O həmin o fitrətin dərinliyində olan fəzilətlərin səsi idi. İmam Hüseyn öz dili ilə o səsə xod verdi. Laf sadə dillə də söz, güc verdi. Onlar neynədilər? Onlar özləri bilmədən dillər başladılar səs-küy salmağa. O da həmən içəridə var. Öz istərində baş verən hal idi. İçəridən buradan İmam Hüseyn fəryad eləyir, içəridən də dərinlikdə fitrət fəryad eləyir. Bu yandan da içərilərində həmin o istəklər qışqırır ki, o səsi batırsınlar. Başladılar onu təzahür eləyib qışqırmağa, fəryad eləməyə ki, İmam Hüseynin səsini batırsınlar. Öz fitrətlərinin səsini batırmaqdaydılar əslində. Öz istərində olan səsi batırmaqdaydılar. İmam Hüseyn əleyhissalam bir-bir o səhnələri yaratmaqla niyə deyir 6 aylıq uşağı apardı? Dedi, bəlkə bununla o səsi eşidərlər. Eşidənlər də tapıldı. Hür kim insan eşidə bildi, azad oldu. İmam Hüseyn danışanda gördü, bu tanış səsdir, içəri ilə həmahəngdir. Bu mənə tanış səsdir, bu yad adam deyil. Bu mənim içərimdə olan fitrətimin çöldə olan təzahürüdür. Bunun içəridəki fitrətdir, çıxartdın çölə oldu Kərbəla və İmam Hüseyn əleyhissalam. Bu, bilmirəm, anlada bildim ya yox, Kərbəlanın fitrətlə əlaqəsi budur. Ona görə biz gəlirik, qəribə bir şeydir. Otururuq burada məclislərdə, göz yaşı tökürük, həm də bir şadlıq hissi var. Adam ağlayanda dünya başına fırlanar, qəmli olar, narahat olar, acı hal keçirdər. Bu niyə şirindir? Çünki ruha tanış sözdür, ruh dincəlir. Ruh bütün o səsləri batırır İmam Hüseynin rozəsi. Bütün başqa o içəridə olan o lazımsız səslər ki, bizim həyatımızı acı eləyir. Bir neçə an o fitrətin səsini üzə çıxardır, biz zövq alırıq. Ruh belə hal keçirtmir heç yerdə. Gün ərzində belə hal keçirtmir. Bütün günü əsirdir o istəklərinin içində. Ona görə ağlamaq istəyir. Deyir ki, məsələn, Ruhizə xana dinən, Allah məni yandıran söz oxusun. Harada görsənib insan özünü yandıran söz arzulasın. Deyir, filan zikri müsibəti desin. Bu indi yox, halım olmadı. Harada görsənib insan fəryad eləyə, ürəyi yanan, amma bundan xoşu gələr. Cəmaat qəmdən qaçıramsın, amma bu qəm fərqli qəmdir. Bu qəm için sözüdür, için səsidir deyə insan istirahət eləyir İmam Hüseyn məclislərində. Bilmirəm, bunu təcrübə eləmişsə yox. Çıxanda bir şadlıq hiss eləyir, rahatlıq hiss eləyir. Kərbəlaya gedənlər də deyir, elə ki Kərbəlaya çatdın, aramlıq gəlir insanın qəlbinə. Bir şadlıq gəlir. Bu qəm içəridə olan o fitrəti üzə çıxardır deyə insan zövq alır bundan. Bu əzadarlıqdan ləzzət alır. Və sözümün sonunda bunu deyim ki, bütün zamanlarda Kərbəla davam eləyir. Bugün də böhran keçirdən bəşəriyyət içində fitrət səsi var, hamının içində var. Amma onu gücləndirməyə İmam Hüseynə ehtiyaclıdır. Mən tam əminəm ki, İmam Hüseyn, bəşəriyyət İslam məktəbini İmam Hüseyn vasitəsilə tanıyacaq. Çünki böhran keçirdən bəşəriyyətin o içində olan səsi gücləndirmək üçün Kərbəlaya ehtiyac var. Kərbəla keçidindən keçməsən ona gedib çatmaq olmur. Ona görə də bizim üçün ən aktual mövzu bugün Kərbəla mövzusudur, İmam Hüseyn mövzusudur. Bu mövzu haqqında çox tədqiq eləyək, araşdıraq, bu məsələləri müasir dünyada olan baxışlarla uzlaşdıraq və bugünlə əlaqəsini tapaq. Onda görəcəyik ki, bəşəriyyət sən demə hər zamandan çox İmam Hüseynin Kərbəlasına ehtiyaclıdır. Bu mənim sözümün xülasəsidir ki, bu qədər vaxtınızı aldım. Allah danışdığımız sözləri hamımızın ürəyində təsir eləsin inşallah.